Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. 4 sot torpağın içində 3 otaqlı, şəxsi tikili, yaşayışlı həyət evimizi sizə cəmi 59.000 manatdan təklif edirəm. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videonun daxilində qeyd olunur. Əvvəlcədən sizə onu göstərim ki, baxın, evin heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan, arxa tərəfindən, zaborundan məsafəsi saxlanılaraq tikilib. Padvala girişi var gördüyünüz kimi. Evin yerləşmə yeri Maçdağa Gülçülük qəsəbəsidir. 166 sayılı marşrut yoluna çox yaxın məsafədə yerləşir. 4 sot torpaq sahəsidir. Həyətində bir otaqlı geniş kladovkası var. Yerdən də 6-7 daş kürsüdə tikilib. Ev dəhliz sistemlidir. Dəhlizdən də otaqlarına bölünür. Dəhlizə daxil olduqda qapını örtüm. Sağda gəlir evin mətbəx hissəsi. Ev orta təmirli olduğuna görə, yəni cüzi təmirə ehtiyacı olduğuna görə qiymət də elə aşağı qiymətə deyilir ki, qalan işləri özünüz tamamlaya biləsiniz. Evdə kombi sistemi çəkilib. Dairəvi qoşadaş, beton, kəmər hamısı var. Tamamilə də şəxsi özünə tikilmə evdir. Hazırda da evdə yaşayış var. Qiyməti 59.000 manat. Sənədi bələdiyyə sənədidir. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Və bu da ən sonuncu qonaq otağıdır. Otaqların hamısında kombi xətti var, amma hazırda İran peşindən istifadə olunur. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.